Dediğim gibi bu network'un önemli 3 təlimindən biridir, bəli. Və bu təlimi mənimsəyən insanlar, bu təlimdə deyilənləri qeyd edən insanlar, əslində bugün mən bilmədiyiniz bir şeylərdən danışmayacağım. Əgər kimsə düşünürsə ki, networkda uğurlu olan liderlər, uğurlu olan insanlar hər hansısa bir möcüzə sayəsində uğurlu olublar və yaxud da kiminsə əlində sehirli çubuq var deyə uğurlu olublar. Xeyr, bu qətiyyən belə deyil. Əslində hər birimizin və hər birinizin bildiyi mövzulardır. Sadəcə bu təlimin məqsədi bildiyiniz mövzulara fokuslanmağınızı göstərir ki, o bildiyiniz mövzuları, bildiyiniz məsələləri necə işə, necə network'a aid eləyib uğurlu ola bilərsiniz. Yəni, heç bir möcüzə gözləməyin, heç bir sizdə wow effekti yaradacaq bir kəlmə gözləməyin. Yəni, düşünməyin ki, elə bir kəlmə deyəcəm ki, o kəlməni öyrənəndən sonra siz çox uğurlu bir networker olacaqsınız. Xeyr, bu belə deyil. Sadəcə deyilənlər, o silsilə etaplar ki var, belə deyil. O etapları doğru şəkildə yerinə yetirmək lazımdır. Bir etapda uğursuz olsaz, bir etapda məsuliyyətsiz olsaz, bir etapda diqqətsiz olsaz, yəni o günə qədər gördüyünüz hər bir iş viran ola bilər. Və mən mikrofonunu açıb mənə cavab verəcək insanlar varmı ki, mən sizdən bir şey soruşmaq istəyirəm öncə, slaydı açmadan öncə. Mən ümumilikdə bugün burada 37 insan var, amma bir qism insanlar təcrübəli insanlardır. Təbii ki, onları çıxsaq, deyək ki, 25-30 insanla mən bir sual vermək istəyirəm ki, mənə kimsə mikrofonunu aça bilirsə də açsın və mənimlə danışsın. Mənə bugün çalışdığın korporasiyanın bir məhsulunu tanıt demək istəyirəm. Bir məhsulunu mənə təqdim et demək istəyirəm. Kim bunu edə bilər mənə? Qısaca. Kimsə mikrofonunu açsın. Yəni bir neçə insan da ola bilər. Hər hansısa bir məhsulun mənə təqdimatını etməyinizi istəyirəm. Tamam, axşamınız xeyir Lamiyə xanım. Axşamınız xeyir olsun. Tanıyım sizi. Ziyafətdir, Gəncədən. Hanım, aha. Çok güzel. Buyurun. Mən bilindiyi kimi X şirkətdən gəlmişəm. Hər zaman da lider olmuşuq. Burada da çalışırıq ki, öyrənək, yeniyik və öyrədək. Mən hal-hazırda nə haqqında məlumat vermək istəyirəm? 170'lik paketdə, qeydiyyatdan keçib 170'lik paketdə kril yağı. Məsələn, biz 720'lik paketdə də kril yağlarını əldə edə bilərik. Mən bir kəlmə deyirəm ki, şirkət bilir ki, insanlara nə ilə şirkəti tanıtmaq lazımdır. Mənim özüm 15 gündür kril yağını içirəm, öz üzərimdən deyirəm. Mənim özüm həm də müəlliməyəm, beynim o qədər yorulurdu, əsəblərim gərgin olurdu. İnanın, yorğunluq nədir bilmirəm. O deyir, balaca uşaq ki, necə qaynayır, dəcəllik eləyir. O cürə yorğunluq hiss eləmirəm mən kril yağını içəndən. Sanki gözlərimə işıq gəlib, düzdür. Hər zaman həkimə gözlərimi, çünki telefondan işləyirik, yoxladırdım, deyirdi 100% görürsünüz. Amma siz təsəvvür eləyin ki, mən o kril yağı içəndən bir həftə sonra sanki pəncərəyə yağış vuranda çöl dumanlı görsənir. Sonra yağış kəsəndən sonraki ayda şəffaf görsənir. Siz təsəvvür eləyin ki, mənim gözlərim dünyaya indi o cürə baxır. Çox gözəl. Təşəkkür edirəm. Sağ olun. Mikrofonu tutub verdiyiniz üçün. Başqa da bir nəfərdən də alım, çox uzatmadan. Başqa kim danışmaq istəyir? Mənə hər hansısa, yəni mənə işlədiyiniz, çalışdığınız korporasiyanın bir məhsulunun təqdimatını edin. Sualım buydu. Var mı danışmaq istəyən? Salam xanım, axşamınız xeyir. Axşamınız xeyir olsun. Tanıyım sizi. Mən də adım Zemfirə xanımdır. Ziyafət xanımla birlikdəyəm. Üst sponsorumdur.
Çok güzel. Şad oldum. Buyurun kısaca sizi de eşidim. Başka bir şirkətdən gəldik və ilk öncə şirkətə yazılan günü məhsullardan gəldim, Bakıda məhsullardan aldım. Aloe var, cəhrahi rəngi olan aloe. Hı? Nənə babalarımızdan bir söz etmişik, 1001 dərdin dərmanı. Bəli, bəli. 1001 dərdin dərmanıdır. Benim saçlar üçün, üz üçün, yanıq üçün neçə bir şeylərə işlətdik. Burada bizə deməmişlər ki, bunu saçlara belə vurmaq olar. İndi bilirsiniz ki, qızlar nə işlətəcək, tiyatrlar bu nə üçündür, nəyə xeyirdir? Öz qardaşım qızına hədiyyə almışdım. Bak müəllimin təriflədi ki, bu çox qəşəngdir. Həmən bu aloyanın sayəsində mən komandama bir gündə elə 2-3 nəfər adam gətirdim. Çünki üçü də bir otaqda vurmuşdular üzlərindən kremlə. Eyni zaman biri də saçına istifadə eləmişdi. Bir nəfər qalmada yanıq su düşmüşdü, onu vurdu. Bir damcı ləkəsi belə qalmadı. Olmazların olmazı. Çox qəşəng. Çok teşekkür ederim sana. Hələ bu şirkətə gələndən heç bir şey paylaşmamışdım. İndi çox deyirəm ki, onun videosunu çəkməliyəm. Gözəl bir paylaşım, gözəl bir girişim eləməliyəm. Ki, hər kəsine baxışım bu şirkət olmalı. Təşəkkür edirəm. Çok sağ olun. Teşekkür ederim. Bak burada neye göre ben bu sıralı verdim? Mikrofonları bağlayak zahmet olmasa her birimiz. Bağladım hər birini. Nəyə diqqət yetirmək istəyirəm? Mən soruşdum ki, mənə korporasiyanın məhsulunu təqdim edin. İki xanım danışdı, çox sağ olun, təşəkkür edirəm bir daha. Amma hər iki xanım öz sevdiyi məhsulu danışdı mənə, öz sevdiyi məhsulu təriflədi mənə. Amma onlar bilmirlər ki, mənim o kril yağına ehtiyacım varmı və yaxud da mənim o aloe gelinə ehtiyacım varmı? Bizim əsas məqsədimiz qarşıdakı insanın ehtiyacını bilmək və ona uyğun məhsulu və yaxud da biznesi sunarkən biznesin hansı yönündən danışmaq lazımdır, onu öncə aydınlaşdırmaq lazımdır. Ona görə mən ilk başda bu sualla başladım bu təlimə ki, mənə təqdim edirsinizsə, mən istədim ki, mənə təqdim edəsiniz. İlk öncə məndən nəyə ehtiyacım olduğunu, nə problemim olduğunu soruşmaq lazımdır ki, daha sonra siz mənə aloe geli çox gözəl şəkildə təqdim elədiniz, amma mənim əgər üzümdə bir ləkə yoxdursa, saçımda və yaxud hər hansısa bir sadaladığınız problemlər yoxdursa, o məhsul mənim üçün heç bir dəyəri olmayan bir məhsul oldu. Buna görə də əsas məqsədimiz müştərinin nə istədiyini bilmək lazımdır. İndi keçirik, slaydı açıram, təlimin əsas məğzinə başlayırıq. Bir dəqiqə. Aha. Sizi yenidən yaradacaq layihəyə xoş gəldiniz. Təlimimiz bu slaydla başlayır və bu slaydda mən belə bir avtomobillə başlamağı mənim çox xoşuma gəlir. Yəni bu bir başlanğıc slaydıdır. Çox insan bu təlimi keçərkən bu slaydı, ilk slaydı ötüb keçirir. Bir kəlmə xoş gəldiniz deyir və keçirir. Mən amma bu slayda hər dəfə çox odaqlanmaq istəyirəm. Çünki nəyə görə, nədir bu slaydda bu şəklin qoyulma məqsədi? Düşünün ki, belə bir maşınınız var. Super, dünyada ən çox satışı olan, ən xit satışı olan, ən çox tələb olan, ən gözəl bir maşın var əlinizdə. Amma siz o maşını idarə etməyi bilmirsiniz. O maşını idarə etmək üçün sizin sürücülük vəsiqəniz yoxdur. Yol işarə qaydalarını bilmirsiniz. Sükan arxasına əyləşmək üçün sizdə özgüvən yoxdur. Və bu zaman bu maşın sizlər üçün heç bir iş dəyəri olmayan, heç bir işinizə yaramayan bir maşın kimi olur. Bu təlimin məqsədi budur. Bizim əlimizdə çox gözəl bir korporasiya var.
Çox gözəl bir qazanc var və mükəmməl məhsullarımız var. Amma biz bu qazanc planını bilməsək, biz bu məhsulların tərkibini, keyfiyyətini bilməsək, biz bunu özümüzə və insanlara doğru şəkildə təqdim edə bilməsək, bu korporasiya bizim işimizə yaramayacaq. Hər kəs bu korporasiyadan çox gözəl istifadə edəcək ki, bayaq sadaladığım məsələləri bilən insanlar bu avtomobili sürəcək, bilməyən insanlar sürə bilməyəcək, idarə edə bilməyəcək. Həmçinin də bu korporasiyada da bu təlimdə sadalayacağım məsələlər ki var. Bu məsələləri bilən insanlar, mənimsəyən insanlar, öyrənən insanlar bu korporasiyada gözəl pullar qazanacaq, gözəl uğurlar, nailiyyətlər əldə edəcək. Amma bilməyənlər də yenə də hər zaman olduğu kimi sektordan yox olub gedəcəklər. Təlimimizin adı duyğusal zəka təlimidir. Təlimin məqsədi nədir dostlar? Duyğusal zəkamızı inkişaf elətdirməkdir. Çünki IQ bildiyimiz bir zəkadır ki, intellektual zəkadır. İntellektual zəka, yəni insanların savadını ortaya qoyan bir, dünya görüşünü ortaya qoyan bir zəkadır, intellektual zəka. Bir də var emosional zəka. Emosional zəka isə insanların hisslərini idarə eləyə bilən bir zəkadır. Və sizə bir söz deyim ki, dünyada hər hansısa bir sahədə, təkcə networkdan söhbət getmir, hər hansısa bir sahədə uğur qazanan insanlar emosional zəkasını inkişaf etdirən insanlardır. İntellektual zəka bir işdə uğur qazanmaq üçün 20% gərəklidir. Həqiqətən 20% gərəklidir. Yəni bir işdə çox savadlı olmağa ehtiyac yoxdur. Amma emosional zəka 80%-ni təbliğ eləyir. İntellektual zəka plus emosional zəka olduqda uğur qazana bilirik. Məsələn, siz Greenleaf'in marketing planını mükəmməl şəkildə bilə bilərsiniz, əzbər bilə bilərsiniz. Hansı paket hansı faizi verir, hansı paketdə xət bonusu nə qədərdir, hansı paketlə giriş elədikdə distribütörləriniz siz nə qədər pul qazanacaqsınız. Bunların hamısını əzbər bilə bilərsiniz. Bu sizin intellektual zəkanızdır. Amma emosional zəkanızı inkişaf elətdirməsəniz, insanlarla doğru iletişimə keçə bilməsəniz, yenə də nəticə uğursuz olacaq. Hər iki zəkanızı bərabər inkişaf elətdirdikdə uğur qaçınılmazdır. Və onu da deyim ki, intellektual zəka doğuşdan gələn bir zəkadır. Yəni savadsız insan, yəni belə deyək, daxildən savadsız. Təbii ki, savadımızı get-gedə inkişaf elətdiririk. Amma ümumiyyətlə öyrənmək bacarığı olmayan bir insan, intellektual zəkası olmayan bir insan sonradan intellektual zəka qavraya bilməz. Yəni onu mənimsəyə bilmir. Amma emosional zəka isə inkişaf elətdirilə bilən bir zəkadır. Siz istədiyiniz zaman qarşınıza məqsəd qoysanız, burada deyilənləri əməl etsəniz, riayət eləsəniz, emosional zəkanızı inkişaf elətdirib uğurlu ola biləcəksiniz. Təlimimizin 3 əsas kateqoriyası var. Bilgi, vizyon, ünsiyyət. Ümumiyyətlə bilgini bir təlimdə keçirəm çox vaxt, çünki bilgi geniş mövzudur. Vizyon və ünsiyyəti isə başqa bir təlimdə keçirəm, amma burada bugün hər 3 kateqoriya haqqında danışmağı düşünürəm. Bugün bu təlimi bir dəfəyə bitirməyi düşünürəm. Bilginin mənbəyi nədir? Bilginin mənbəyi dostlar, baxın, uğurlu insanlarla ünsiyyətdə olmağa çalışın. Hər hansısa çevrənizdə tanıdığınız, bildiyiniz, yəni sizə lazım olan uğurdan söhbət gedir təbii ki. Siz bugün bu işdə uğur qazanmaq istəyirsinizsə, çevrənizdə uğurlu insanlar varsa, onlarla daima ünsiyyətdə olmağa can atın. Buna görə də biz hər həftədə 3-4 dəfə belə deyək, ofisdə təqdimatlar olur, liderlər yığışır ki, hər gün liderlər orada olur, insanlar orada olur, amma həftədə 3-4 gün yəni liderlərin çoxsu orada olmağa can atırlar. O toplantılarda iştirak edin ki, uğurlu insanlarla birə-bir ünsiyyətdə ola biləsiniz ki, onların uğurlarından, uğur sirlərindən, uğur yollarından bir şeylər uğurlaya biləsiniz, əldə edə biləsiniz. Kitablar, əgər uğurlu insanlarla birə-bir ünsiyyətdə olmağa əl çatan deyilsə sizin üçün, ofisə gələ bilmirsinizsə, çevrənizdə elə bir insan yoxdursa,
O qədər kitablar var ki, uğurlu insanların öz həyatı haqqında, öz uğur hekayəsi haqqında yazdığı kitablar var. O kitabları alıb oxuyun. Əgər kitabı almağa belə büdcəniz yoxdursa, kitabların PDF-ini indirə bilərsiniz. Pulsuz şəkildə onları oxuya bilərsiniz. YouTube-dan kitabların səsləndirmələri var ki, onları dinləyə bilərsiniz. Yəni, bugün heç bir şey mümkünsüz deyil. Tək ki siz istəyəsiniz, tək ki siz bunu etməyi istəyəsiniz. Etməyiniz üçün hər bir şərait var. Toplantılarda iştirak eləmək, dediyim kimi, toplantılarda biz hər gün ofisə gedirik, yəni mümkün olduğu qədər hər gün ofisə gedirik. Nəyə görə edirik bunu, nəyə görə gedirik, nəyə görə zamanımızdan sərf edib ofisə gedirik? Çünki o toplantılarda iştirak eləmək bizim üçün hər gün bir şey öyrənmək deməkdir. Hər gün bir şey öyrənmək deməkdir. İnanın ki, yəni düşünməyin ki, bugün misal üçün hər hansısa bir lider ofisə getdi və əli boş qayıtdı. Heç bir şey öyrənmədi. Qətiyyən bu belə deyil. Hər gün bir kəlmə belə, hər hansısa bir hadisədən çıxartdığımız nəticə belə bizim üçün bir bilgidir. Ona görə də bu toplantılarda iştirak eləyin. Seminarlarda iştirak eləyin. Misal üçün summit keçirildi, Azərbaycanda böyük bir summit keçirildi. O summitdə çox insan gəlib iştirak eləmədi. Halbuki bilet də çox əlçatan bir qiymətə idi. O kimi seminarlar sizlərin inkişafınız üçün çox önəmlidir. Düşünün ki, Erik Vor yəqin ki tanıyırsınız, adını eşitmişsiniz. Network'un dahilərindən biridir Erik Vor ki, kitabları var, kitab müəllifləridir. Və Erik Vor öz həyatından danışdıqda deyir ki, mən Network'a yeni başlamışdım və mənim liderlərimin səhnədə çox böyük bir seminarı var idi. Mən büdcəmdən qısıb, belə deyək, o seminarda getdim, iştirak elədim. Və ən arxada dayanmışdım. Network'a yeni başlamışdım deyə ən arxada dayanmışdım. Amma gördüm ki, qarşıda yəni liderlər toplanıb, özümü yavaş-yavaş verdim o liderlərin yanına və bir liderdə, çox dəyər verdiyim bir liderdə səhnədə çıxış eləyirdi. Və mən yanımdakı liderdən soruşdum ki, mənə elə bir şey de ki, mən bu networkda uğurlu olum. Mən bu sektora yeni başlamışam. Mən bu networkda uğurlu olum və bir gün mən o səhnədə iştirak eləyə bilim. Mənə elə bir şeydir. Həmin lider deyir, mənə dedi ki, sən həyatında 20 dəfə bu seminarlarda dinləyici kimi gəl iştirak elə. 20 dəfə gəl bu seminarlarda iştirak elə. Daha sonra sənin uğurlu olmamağın mümkün deyil. Mən deyə düşündüm ki, mən bu sektorda uğurlu olacağım, olmayacağım bilmirəm. Mən bir gün o səhnədə çıxış eləyə biləcəm, bilməyəcəm, bilmirəm. Amma mən 20 dəfə bu seminarlarda iştirak eləyə bilərəmmi? Bunu bacararam. Bunu çətin də olsa, bir gün büdcəm olmasa belə, necəsə mən o büdcəni toparlayıb, mən bu seminarlarda iştirak eləyə bilərəm. Əgər mən 20 dəfə bu seminarda iştirak elədikdən sonra uğurlu olacağıma mənə bir lider garanti verirsə, mən niyə bu seminarlardan özümü məhrum etməliyəm? Və o günü qərar verir, ondan sonra sürəkli olaraq, davamlı olaraq seminarlarda iştirak edir ki, bugün o Erik Vor dünyanın tanıdığı yəni dev network dahilərindən biridir. Ona görə də düşünməyin ki, mən gedib orada nə edəcəm, sadəcə dinləyəcəm, sadəcə oranın atmosferi belə, oranın aurası belə sizlərə çox böyük uğurlar əldə elətdirə biləcək. Həmçinin videoları izləyin. Yəni gün ərzində istər işdə olun, istər evdə olun, evdar olun, ekranı yazmayın, zəhmət olmasa. Bir dəqiqə silim mən bunu. Yazmayın, zəhmət olmasa ekranı. Aha. Evdə hər hansı bir iş görürsünüzsə, o zaman nauşnikdən istifadə eləyib, qulaqçıdan istifadə eləyib siz videoları izləyə bilərsiniz. Və yaxud da yol gedirsinizsə, maşındasınızsa yenə də o şəkildə dinləyə bilərsiniz. Yəni ən az gündə bir videonu belə özünüzdən əsirgəməyin. Yəni dediyim kimi elə bir dövrdə yaşayırıq ki, bütün məlumatlar bugün bizim üçün əlçatandır. YouTube-da siz sadəcə network liderləri yazsanız, oradan sizə bir çox videolar tövsiyə olunacaq ki, onlardan hər gün birini açın və izləyin. Və əgər
imkan varsa, bekarsızsa belə deyək, dəftər qələminizlə izləyin, qeydlərinizi götürün. Sadəcə, yəni simiçka çıtdıya ekranı yazmayaq, çox xahiş edirəm. Bir serialı izlərmiş kimi izləməyin. Diqqətli şəkildə izləyin. Oradakı bilgiləri mənimsəyərək izləyin. Və internet, yenə də dediyimiz kimi, internet dövründə yaşayırıq. İnternetdən bugün çox gözəl şəkildə istifadə edə bilərsiniz. İnternetin zərərlərindən danışılır ki, internet yəni insanları pis bir həddə çatdırıb, pis bir dövrə gəlib çıxmışıq. Qətiyyən belə deyil, mən razı deyiləm. İnternetdən doğru şəkildə istifadə elədikdə bizim üçün biz ən uğurlu nəsilik ki, bu dövrdə yaşayırıq. İnternetin gücündən maksimum şəkildə yararlanın. Ənənəvi marketinq, yenə də mən bu slayda bir çox təlimlərdə yer verməyə özən göstərirəm. Çünki network marketinq nədir, bunu bilmək lazımdır. Ənənəvi marketinqdə bildiyiniz kimi istehsalçıdan müştəriyə gələnə qədər məhsullar bir çox etap keçir və bu etaplar network marketinqdə yoxdur. İstehsalçıdan istifadəçiyə birbaşa tövsiyə yolu ilə çatdırılma üsuludur. Network marketinq. Bəs network marketinq nə deyil? Network marketing nədir bildik. Bəs network marketing nə deyil? İndi də bunu bilək. Bu da çox önəmli bir slayddır. Buna da diqqətli şəkildə dinləyin və öyrənməyə çalışın. Çünki bu sual sizə çox güman ki, hər birinizə gəlir. Ön yargı hər birinizə gəlir və bunun doğru şəkildə cavabını verməyiniz lazımdır. Sizin təklif elədiyiniz iş planına, marketinqə maliyyə piramidasıdır deyə bilərlər. Ponzi sistemidir deyə bilərlər. Amma siz sadəcə deməkdən ki, yox, biz piramida deyilik, ponzi deyilik deyə cavab versəniz, o insan qane olmayacaq, öz fikrində qalacaq. Amma açıqlanmasını versəniz ki, maliyyə piramidası nədir, ponzi sistemi nədir, network marketing nədir, fərqini göstərə bilsəniz insanlara və o insanlar da təbii ki, anlayacaqlar. Maliyyə piramidası nədir? Network marketing, yəni bildiyimiz kimi ümumiyyətlə, harada qazanc varsa, harada yaxşı gəlir varsa, orada mütləq şəkildə fırıldaqçılar peyda olurlar. Bu təkcə network marketingə yox, digər işlərdə də olur ki, yəni dövlət işinə belə giriş üçün insanlardan pul alıb yox olan insanlar var. Orada da var bu fırıldaqlar. Yəni yəqin ki, hər hansısa birinizin başına gəlib və yaxud da tanıdığınız insanlardan olub. Ona görə də maliyyə piramidası, network marketingin yarandığı ilk illərdə artıq bu sektorda qazanc olduğunu görənlər başladılar bu sistemə bənzər bir sistem qurmağa. Orada bir məhsul yox idi. Sadəcə insan dəvət eləməklə pul yatırım edirdilər. Deyək ki, misal üçün, mən bir sistem qururam, mən bir hədəf belirləyirəm özüm üçün ki, mən qurduğum sistemdə 100.000 manat misal üçün pul götürəcəm. Təbii ki, onların məqsədləri daha böyük olur, 100.000 manat da olmur. Mən deyək ki, 100.000 manat pul götürəcəm və insanlara təklif edirəm. $100 yatırırsan və özünlə bərabər 2 nəfəri də dəvət edirsən, onlar da $100 yatırırlar. Və bu zaman sən gəlib $100 yatırırsan, 2 nəfəri də dəvət edirsən, o da gəlib $100 yatırır və sənin verdiyin $100-dan və onların verdiyi $100, $300 səndən mənə pul gəlmiş oldu, düzdürmü? $300-dan hərəsinə görə $10 mən sənə pul verirəm. $300-dan $20 mən sənə pul verdim. $280 qaldı mənim cibimdə. Sən razılaşdın, çox gözəldir, mükəmməldir, mən 2 nəfəri gətirdim, $20 pul qazandım. Və daha da təşviq olursan, həmin insanlara da 2 nəfərə də bildirirsən ki, sən də get 2 nəfərini gətir, sən də $20 qazan və bu zaman artıq şəbəkə böyüyür təbii ki. Sadəcə insanlar pul yatırırlar və $280 artıq mənim qazancım var idi. Hər gələn insandan mən $100 alıram, $10 verirəm və orada mən artıq məbləği, hədəf qoyduğum məbləği tamamladıqda yox olub gedirəm. Və sonuncu gələn insanlar, sonuncu təbəqədə olan insanlar tamamilə heç bir şey qazanmadan artıq iflas başlayır. Həmin sistem çökmüş olur. Bu maliyyə piramidasıdır.
Və bir müddət, uzun müddət insanlar bu cür insanlara güvəndilər, pul yatırdılar. Çünki orada qazananlar var idi. Yuxarıda duranlar qazanırdı, aşağıda duranlar isə qazanmırdı. Qazananlar var idi deyə uzun müddət bu sistem davam elədi. Amma bir müddətdən sonra artıq anladılar ki, burada sadəcə pul oyunu var. Bu bir qumardır. Pul yatırırsan, pul qazanırsan, risk edirsən. Və insanlar artıq bu sistemi təklif edən insanlara güvənməməyə başladılar ki, mən 100 dolları verirəm. Nə üçün verirəm? Bunun qarşılığında mənə bir şeylər ver, bir şeyləri sat mənə, mən səndən alış-veriş edeyim dedilər. Və bu sistemi quran insanlar düşündülər ki, bura bir simvolik məhsul qoydular və keçdilər artıq Ponzi sisteminə. Simvolik məhsul nədir? Hər hansısa bir xəyali bir biznes təklif edədilər insanlara ki, hansısa bir dağın ətəyində bir qızıl mədəni var və yaxud da bir mağara tapılıb, onun içi qızılla doludur, amma o qızılı oradan çıxartmaq üçün bizə texniki vasitələr lazımdır. Onun üçün siz pul toparlayın və o puldan biz gedək, o qızılı çıxardaq və sizləri də o qızıla şərik eləyək, sizlərə də müəyyən qədər pul ödəyək. Ya bu şəkildə pul yığdılar yenə də insanlardan, ya da öz dəyərindən qat-qat artıq məhsul qoydular ki, misal üçün saatlar var idi və yaxud da başqa bir saytlar var idi. Deyək ki, 10 dollarlıq bir saatı yenə də 100 dollara satdılar. Bu da bir simvolik əşya olaraq satışa qoydular və bu zaman insanlar yenə də başladılar bura pul yatırmağa ki, mən 100 dollara saat aldım və yaxud da hər hansısa bir qızıl mədəninə ortaq oldum, şərik oldum. Və yenə də məqsəd eyni idi. Mən qoyduğum məqsədi hədəfə çatandan sonra yox olub gedəcəkdim. Nəyə baxmaq lazımdır? Ponzi piramida sistemlərində nəyə baxmaq? Bugün də var, bugün də davam eləyir. Bugün də o insanlar hələ də var və hələ də o insanlara inananlar var. Ona görə də bugün sizə bir iş təklifi gəlirsə və yaxud da sizi bu kimi ittiham eləyirlərsə, sizin açıqlamanız nə olmalıdır? Əgər mənim satdığım məhsul bazar iqtisadiyyatına uyğundursa və mənim ehtiyacım varsa bu məhsulu almağa, mən sadəcə sistemə daxil olmaq üçünmü bu məhsulu alıram, yoxsa mənim həqiqətən də bu məhsula ehtiyacım varmı? Əgər bu kriteriyalar varsa, demək ki, bu Ponzi sistemi deyil. Deməli, dedik ki, network marketing nə deyil, maliyyə piramidası deyil, Ponzi sistemi deyil. Çalışdığınız şirkətin məhsulunun kəmiyyət və keyfiyyətinə diqqət yetirməyiniz lazımdır. Satış texnikaları. Satış həyatımızın hər yerindədir. Yəni, bugün hər kəs bir şeyləri satır. Kimisi deyir ki, satış mənlik deyil, amma onun özündən belə xəbəri olmadı, amma bir şeyləri satır. Bir şeyləri mütləq şəkildə satış eləyir. Əslində, o insan çox gözəl satış bacarır, sadəcə özünün belə xəbəri yoxdur. Çünki həyatımızın hər anı satışdır. Deyək ki, misal üçün bir restoranda oturduq, yemək yedik, o restoranın menyusunu bəyəndik, xidmətini bəyəndik və evə gəldikdə və yaxud da yolda bir tanışımızla rastlaşdıqda tərifləyirik ki, filan restorandan gəlirəm, çox gözəl idi. O restoranı sən o insana satmış oldun, amma qarşılığını da heç bir şey almamış oldun. Buna görə də hər insanda satış var. Sadəcə o bacarıqları inkişaf elətdirməyimiz lazımdır ki, biz bunu pula çevirə bilək. Biz bu satış bacarıqlarımızı pula çevirə bilək. Satış üçün lazım olan bacarıqları və prinsipləri bilmək gərəklidir. Önəmli prinsip. İşinizi ən doğru şəkildə mənimsəyənədək heç kimə anlatmayın. Bugün gəldiniz Greenleaf'in marketing planı ilə tanış oldunuz, dinlədiniz və çox bəyəndiniz və qeydiyyatdan keçdiniz, kooperasiyanın distribütörü oldunuz. Və sabah gedirsiniz anında bir həyəcanla, bir sevinclə, hər hansı bir duyğu ilə gedirsiniz hər kəsə, qarşınıza çıxan hər kəsə işinizi təqdim etməyə ki, mən Greenleaf'də işə başladım, çox gözəl işdir, gəl sən də başla. Bunu bu şəkildə təqdim edildiyinizdə heç kəs sizinlə əməkdaşlıq etməyəcək. Doğru şəkildə işinizi öyrənənə qədər siz işə başladınız, özünüzə bir zaman verməlisiniz və həmçinin də hər hansısa bir insanla distribütörlüyə başladınızsa, hər hansısa bir insanı dəvət elədinizsə, sizinlə iş birliyinə başladısa, ona da bunu bildirməlisiniz ki, anında gedib insanlara bu iş haqqında məlumat vermə. Mən sənə bir həftə vaxt verirəm deməlisən. Bir həftə sən
işi öğren. Bizim Allah şükür her gün təqdimatlarımız olur, her gün toplantılarımız olur. Her gün o insanı bu toplantılara dahil edə, işi öğrensin ve ondan sonra artık işi təqdim eləməyə başlayacaq ki, bu da başka bir təlimdir. Zaten isim listesinin yazılmasıdır. Bunlar da başka bir təlimdə danışacağıq. Ama özünüze de o bir hafta 10 günü vaxt verin. Ben başka bir şirkette yüksek kariyeradaydım. Belə deyək, şirkətin ilk Azərbaycandakı top 3-ündən biriydim. Amma mən Greenleaf əməkdaşlığa başlayanda heç kəsə iş təqdimatını etmədim. Mən özüm paketimi aldım, platin paketi ilə başladım. Amma mən hər gün bir həftə dəftər uçqamla ofisə getdim, gəldim və Faiq bəydən, Malik bəydən mən bu təqdimatı dəfələrlə dinlədim, öz qeydlərimi götürdüm. Mən demədim ki, mən bu işi bilirəm. Mən başqa şirkətdən gəlmişəm, orada mənim bir komandam var. Bunu mən demədim, çünki bunu desəydim, etsəydim, özümə pislik etmiş olacaqdım. Heç nə bilmirəmmiş kimi önce səndə olanları boşalt, daha sonra məlumatı topla deyə bir təlimimizdə özət var bizim ki, həqiqətən də öncəki şirkətlərdən gələn insanlar bu səhvi çox eləyirlər. Oradakı bilgiləri ilə burada təqdimat eləməyə, burada komanda qurmağa çalışırlar və uğursuz olur. Mən bunu bundan önceki şirkətimdə eləmişdim. Greenleaf mənim 3-cü şirkətimdir. Mən 1-ci şirkətdə də çox uğurlu idim və yüksək qazancım var idi. O günəş sistemi idi. İlk günəş sistemi ilə başlamışdım. 2-ci şirkətə mən başlayanda mən düşündüm ki, bilirəm. Mən hər şeyi bilirəm və orada mən böyük komanda qurmuşam. Böyük yüksək gəlirlərim var. Mən burada da bunu eləyəcəm. Və mən elə bir vaxt itkisi qazandım ki, orada hər günü mən digər bundan önceki şirkətimin təqdimatını eləyirdim. Hər gün danışırdım, çox danışırdım, amma ortada heç bir nəticə yox idi. Çünki önceki şirkətimin düşüncəsi ilə danışırdım, günəş sisteminin prinsipləri ilə danışırdım. Mən artıq bu səhvi özümdə dərk elədikdə ki, mən çox işləyirəm, çox danışıram, çox sunum eləyirəm, amma ortada bir nəticə yoxdur. Mən hardasa səhv eləyirəm, bunu qəbul eləməyimiz lazımdır. Öz təqdimatlarımızda, öz sunumlarımızda diqqətimiz özümüzdə olmalıdır ki, nəyi səhv elədim, nəyi düz dedim. Qarşı tərəfə sunum etdikdə, qarşı tərəf mənə hə dedisə, niyə hə dedi, yox dedisə, niyə yox dedi. Bu səhvlərimiz üzərində biz işləməliyik ki, növbəti təqdimatda daha yaxşı təqdimatımızı eləyə bilək. Ona görə də mən də o zaman öz səhvim üzərində işlədim və heç nə bilmirəmmiş kimi sıfırdan başladım şirkəti öyrənməyə və öyrəndikdən sonra işə başladım və o zaman artıq təqdimatlarım uğurlu oldu. Həmçinin Greenleaf-ə başlayanda da mən yenə də heç nə bilmirəmmiş kimi işə başladım və öyrəndim, qeydlərimi götürdüm. Daha sonra mənə bir həftə heç kəsə təqdimat etmədim. Yazırdılar, bilirlər ki, mən şirkət dəyişmişəm. Yazırdılar, soruşurdular ki, hardasan, mən də gəlim, deyirdim, yox, gözlə. Gözlə, mən özüm işi tam öyrəndikdən sonra sənə məlumat verəcəm, istəsən gələrsən. Bu səhvi etməyin, bu pisliyi özünüzə etməyin. Zamanınıza hayfınız gəlsin və ən əsası da odur ki, siz bugün bir insana, bir deyək ki, rəfiqənizə, dostunuza təqdimat elədiniz, ala yarımçıq, işi bilmədən təqdimat elədiniz və o insan sizin təqdimatınızı o insanı qane etmədi, sizə yox dedi və o insan getdi. Artıq siz o insanı itirmiş oldunuz. Siz bir zaman işi öyrəndikdə belə yenə o insanı qazanmış olmayacaqsınız. Çünki o insanın artıq sizə qarşı güvəni yoxdur. Zamanında siz onun dolğun məlumatı verə bilməmisiniz. İş etikası. Kiməsə sunum etməyi düşünürsünüzsə, kiməsə Greenleaf-i təqdim etməyi düşünürsünüzsə, doğru zaman, doğru yer seçməlisiniz. Planınız olmalıdır. Planınızı qurmalısınız. Yol gedirsiniz. Astanovkada deyək ki, bir tanıdığınızı gördünüz. Loru dildə deyəcəm. Yapışmayın yaxasından ki, gəl Greenleaf-ə belə bir iş var, mən yaxşı bir işə girmişəm. O zaman o insan yoldadırsa, harasa gedirsə, o insan bir tələsdiyi yeri var, bir getdiyi məqsədi var, bütün fikri oradadır. Sizdə deyil. Siz nə desəniz orada ona, o insanı qazana bilməyəcəksiniz siz. Ona görə də bir insana işi təqdim etməyiniz üçün siz bilirsiniz ki, binar sistemində bizə çox insan lazım deyil. Bizə sadəcə 2 insan, 2 potensial müştəri lazımdır ki, sistemimizi qura bilməyimiz üçün. Ona görə də siz yüzlərlə insana gərəksiz məlumatlar verməyin ki, tək insanların sayı çox olsun. Yox.
müəyyən bir etap keçməlidir. O insanla zaman ayarlamalısınız. O insanla yer təyin eləməlisiniz. Plan qurmalısınız. Ön danışıq etməlisiniz. Daha sonra seminara dəvət etməlisiniz. Daha sonra seminardan sonra fərdi danışıq etməlisiniz. O insana bir həftə, 10 gün zaman ayırın. Bir insana çox zaman ayırın və o insanı qazanın. Çox insana az zaman ayırmaqla heç kəsi qazana bilməyəcəksiniz. İştirakçı olun. Seminarlarda iştirakçı olun və yaxud da hər hansısa bir təklifiniz varsa onu irəli sürün qruplarda. Bildiyimiz kimi bugün Greenleaf yenidir Azərbaycanda. Hər birimiz yeniyik və hər birinizdən bir şeylər qatqı olmalıdır. Hər hansı bir məhsul haqqında video çəkin, ümumilikdə hər birimiz paylaşaq və yaxud da bir marketing planın bir qazanc növünün danışın, videosunu çəkin, hər birimiz paylaşaq. Mən bunu eləyirəm öz adıma və sizlərdən də bunu istəyirəm ki, hər biriniz bu proyektin iştirakçısı olun. Kənardan izləyicisi olmayın. Nə qədər kənardan izləsəniz, yenə də uğurlu ola bilməyəcəksiniz. İşin içinə atılın, işi mənimsiyin. Bu korporasiya mənimdir. Mən elə düşünürəm. Mən elə düşünürəm ki, bu korporasiya mənim korporasiyamdır. Mən bu şirkət üçün, bu korporasiya üçün can yandırmalıyam. Və buna görə bizlər uğurlu ola bilirik. Amma kənardan bir şeyləri hazır gözləyən insanlar heç vaxt uğurlu ola bilməzlər. Hər zaman iştirakçı olun. Bir mövzuda iştirak eləyin, yenə də seminarlarda, webinarlarda iştirak eləyin. Düşüncəli olun. İnsanlara qarşı düşüncəli olun. Mən təlimin əvvəlində bildirdim ki, yəni istədim ki, mənə bir təqdimat eləyin və yəni mənim istədiyim təqdimatı, yəni mənim ehtiyacım olan təqdimatı etməyinizi istədim sizdən. Yəni bunun üçün də qarşı tərəfə qarşı düşüncəli olmalıyıq. Qarşı tərəfin hisslərini bilməliyik, qarşı tərəfin ehtiyacını bilməliyik, arzusunu, xəyalını bilməliyik. Və yaxud da o insanın, bugün sən iş təqdimatını etdin o insana və çox bəyəndi, amma deyir ki, təəssüf ki, mənim pulum yoxdur. Bugün mən səninlə iş birliyinə başlaya bilmirəm. O zaman sən ona qarşı empatiya qurmalısan ki, mən səni başa düşürəm. Amma sənin burada olmağın üçün mən nə edə bilərəm sənin üçün? Mənim edə biləcəyim bir şey varsa edək və yaxud da mən sənə biraz zaman verim. Sən bu sərmayəni toparla, gəl. Yəni o insan sənin ona qarşı düşüncəli olduğunu anlamalıdır. Yəni o hissi ona ötürməlisən və heç vaxt insanlardan istifadə məqsədində olmayın ki, o insan gəlsin mənim komandama, mən pul qazanım. Bu məqsəddə olsanız, bunu qarşı tərəf hiss eləyəcək. Səmimi olun insanlara qarşı. Çünki bizim məqsədimiz qazandıraraq qazanmaqdır. İnsanlara həqiqətən də qazandırmağı istəyin. İnsanlara həqiqətən də uğurlu olmağı üçün əlinizdən gələni eləyin. Və təsirli olun. Yenə də dediyim kimi, bir insana təsir göstərməyi bacarmaq lazımdır. Bugün hər kəsin problemi var. Hər kəsin, inanın ki, hər kəsin bugün problemi var və hər kəsin xəyalı var, arzusu var. Amma bugün kiməsə təqdim edirsinizsə işinizi, onlar sizə yox deyirlərsə, bu demək deyil ki, onun pula ehtiyacı yoxdur, onun hər hansı bir məhsula ehtiyacı yoxdur. Bu deməkdir ki, siz ona təsir göstərə bilməmisiniz. Onun məqsədini tapa bilməmisiniz ki, ona təsir göstərəsiniz. Və əgər bir insanın, bugün deyək ki, bir insan bugün kirayədə qalır, evi yoxdur, amma siz ona bir vəd edirsiniz ki, mən sənə elə kömək eləyəcəm ki, sən bu proyektdən, bu korporasiyadan çox mükəmməl bir maşın alacaqsan. O insan düşünəcək ki, mənim maşına ehtiyacım yoxdur, axı mənim evim var. Amma birbaşa sən ona evi ilə təsir göstərsən ki, bugün sən kirayədə qalırsan, amma mənimlə məqsədli şəkildə çalışsan, sənin ev almaqla mən sənə kömək eləyə bilərəm, dəstək ola bilərəm. O zaman siz o insana təsir etmiş olacaqsınız. Dəqiq olun və şık olun. Bir insanla görüş təyin eləmişsinizsə, seminara dəvət eləmişsinizsə və yaxud da başqa bir yerə, webinara, telefon danışığına dəvət etmişsinizsə, təyin elədiyiniz vaxtda və çox gözəl bir geyimlə orada olun. Çünki siz burada puldan danışırsınız, qazancdan danışırsınız, milyard dollarlıq, 52 milyard dollarlıq bir korporasiyadan danışırsınız. Öz geyiminizə özən göstərməsəz, özünüz duruşunuza, yer işinizə özən göstərməsəz, o insan sizinlə işləmək istəməyəcək. Sizinlə yanaşı bu korporasiyada çox insan var. O insan gözünə kimi kəstirəcəksə onunla işləyəcək.
Əgər siz onu qane etməsəniz, deyildiyi vaxtda, təyin elədiyiniz vaxtda ondan da öncə siz gəlib o məkanda olun və geyiminizə özen göstərin, şık olun. Profesional danışmanlıq. Əslində danışman sözünü bir çox insanlar səhv anlayırlar. Bizim işimiz danışmanlıqdır. Yəni biz insanlara danışman olmağı bacarmalıyıq. Danışmanlıq çox danışmaq demək deyil. Biz çox danışmamalıyıq. Biz yaxşı dinləyici olmalıyıq. Dediyim kimi, insanları öncə dinləməliyik. Onların problemini, arzusunu, xəyalını bilməliyik ki, ondan sonra biz o insana sunum eləyə bilək. Az danışaraq, amma öz danışaraq təqdimat etməliyik insanlara. Yaxşı dinləyici olun, icazə verin o insan sizinlə danışsın, sərbəst olduğunu, rahat olduğunu hiss elətdirin o insana və o zaman artıq siz o insanın nəyə ehtiyacı olduğunu biləcəksiniz və doğru şəkildə təşəkkür edirəm Faiq bəy, çox sağ olun. Doğru şəkildə o insana siz sunum eləyə biləcəksiniz. Qarşınızdakı insanı doğru şəkildə anladığınıza əmin olun. Yəni sadəcə dinləmək xatirinə dinləməyin ki, danışsın, o danışsın, bitirsin, mən danışım. Bu düşüncədə olmayın. Həqiqətən dinləyin, səmimi olun. O insan hiss eləsin ki, sən onu dinləyirsən. Sən ona diqqət göstərirsən. O insan düşünməsin ki, mənə bugün bura dəvət edib Lamiyə və məndən istifadə edək ki, mən burada qeydiyyatdan keçim və pul qazansın. O insana hiss elətdirin ki, sənin pul qazanmağın üçün mən istəyirəm burada olasan. Və bu fikirdə səmimi olun. Nə qədər siz özünüz digər düşüncədə olsanız, mən pul qazanım düşüncəsində olsanız, bunu nə qədər dilə gətirsəniz belə qarşı tərəf anlayacaq. Yəni, bu səmimiyyət o insana keçməyəcək. Ona görə də yəni, həqiqətən də səmimi şəkildə insanların psixologiyasını dinləməyə çalışın. Müdafiə pozisiyasında olmayın. Yəni, kimsə sizə desə ki, bilirəm o şirkətləri, o sistemləri bilirəm, bon sistemində çalışırsan, mənim də qardaşımı allatmışdılar, mənim dayım oğlunu, qonşumu, qohumumu allatmışdılar ki, çox gəlir, hər birimizə bu ön yargı çox gəlir. O zaman siz sırası müdafiə pozisiyasına keçməyin ki, yox, bu sənin bildiyin deyil, mən fırıldaqçı deyiləm kimi müdafiə eləməyin. Yenə də anlayışla, bəli, mən səni başa düşürəm, bu kimi şirkətlər, bu kimi insanlar çoxdur, fırıldaqçı insanlar çoxdur, onlar rəsmi çalışmırlar. Mən sənə dünyada rəsmiyyət almış bir korporasiyadan danışacağam. O insanların artıq, yəni, kimsə orada, əgər belə deyək, allanıbsa, o demək deyil ki, bugün hər kəs allanır, hər kəs aldadır. Yaxşı işlər də var, pis işlər də var. İzah eləməyə çalışın. Bugün dediyim kimi, bir dövlət işinə girmək üçün insanı aldadırlarsa, o deməkdir ki, heç kəs bugün dövlət işində işləməsinmi? Və yaxud da bugün səhnəyə baxdıqda, müğənnilərə baxdıqda, yaxşı səsi olan müğənnilər də var, pis səsi olan müğənnilər də var. O zaman heç kəs mi müğənni olmasın ki, hamıya pis müğənni deyirlər, hamıya deyirlər ki, müğənnilərin səsi yoxdur. Və yaxud da bir müəllimdən danışaq ki, yaxşı müəllim də var, pis müəllim də var. Onda mən övladıma heç bir müəllimin yanına göndərməyim ki, müəllimlər pisdir. Bu şəkildə insanlara izah eləməyə çalışın. Müdafiə etməyin qətiyyən nə özünüzü, nə işinizi. Sunum əsnasında diqqət göstərin. Nəyə diqqət göstərməlisiniz? Bədən dilinizə diqqət göstərməlisiniz. Çünki əgər bir insanla danışırsınızsa, fikriniz başqa yerdədirsə və yaxud da hər hansısa bir əl hərəkəti ilə, üz mimikası ilə o insanı qane etmirsinizsə, o insan sizin diqqətinizin onda olduğunu anlamırsa, ona qarşı diqqətsiz olduğunuzu anlayırsa, yenə də sizin sunumunuz, təqdimatınız qənaətbəxş olmayacaq. Bədən dilinizə diqqət göstərin. Gülümsəyin. İnsanla qarşı-qarşıya əyləşib o insana sunum edirsinizsə, gülümsəyin. Çünki bugün, yenə bayaq dediyim kimi, hər kəsin problemi var. Bugün işdən çıxan insanlar var ki, səhər 9-dan axşam 6-ya qədər işləyirlər, müdürün kaprizlərini çəkirlər, yolda, tıxaclarda qalırlar, bir çox problemlərlə rastlaşırlar və əsəbi halda işdən çıxırlar, gəlirlər. Və sən, deyək ki, 6-da işdən çıxmış bir insanla 8-də bir iş görüşməsi ayarlamısansa, sən onun qarşında negativ dursan, o insanı da sən itirmiş olacaqsan. Çünki o insanın sənə vaxt ayırıb gəlib, o... Bəli, İlkin bəy.
o insan sənə vaxt ayırıb gəlir və o cür gərgin bir iş gününün sonunda sən ona pozitivlik götürə bilməsən, gülümsəməsən, o insan səndən xoş aura almasa, o mövzu orada bağlanacaq və gedəcəksən, o insanı itirmiş olacaqsan. Göz kontaktı. İnsanla söhbət elədikdə göz kontaktı çox önəmlidir. Çünki sən o insana anlatmalısan ki, mənim diqqətim səndədir. Danış, mən səni dinləyirəm, sənin problemlərini bilmək istəyirəm və sənə kömək etmək istəyirəm. Ona görə də göz kontaktına önəm verin. İnsanların birəbir gözünə baxmağa çalışın. Bəzən olur ki, bəzi insanlar var ki, deyir ki, mən göz kontaktı qura bilmirəm, özümdən asılı olmayaraq çəkinirəm, utanıram. Bu zaman ən azından yəni, burun nahiyəsinə baxmağa çalışın ki, o insan sizin gözünüzün ondan qaçırtdığını düşünməsin. Ona bir tərəddüd gəlməsin. İstəkli və motivə olmaq lazımdır. Özünüz motivasiyalı olmalısınız, enerjili olmalısınız. Və bu işdə çox istəkli şəkildə işlədiyinizi, çox sağ olun Fəridə xanım, çox istəkli şəkildə işlədiyinizi o insana bildirməlisiniz. Məcburiyyətdən deyil. Çünki bugün insanların çoxsu məcburiyyətdən işləyirlər. Pul qazanmaq üçün, evinə bir tikə çörək apara bilmək üçün məcburiyyətdən çalışırlar hər hansısa bir işlərdə. Amma siz bu işi severək gördüyünüzü, istəkli olduğunuzu, həmin insana pul qazandırmağa həvəsli olduğunuzu o insana göstərməlisiniz. Ehtiyat eləyin. Monoton söhbətlərdən, bildiyimiz kimi bu siyasətdir, dindir, idmandır, bunlar monoton söhbətlərdir. Bir söhbətin içinə girdinsə, o söhbət uzanacaq və orada ikili mübahisələr yaranacaq. Bu kimi söhbətlərdən çəkinin. Əgər bunu qarşı tərəf açırsa bu mövzunu, bu zaman sən də yenə də bir etika daxilində o mövzudan uzaqlaşmağa çalış. Gərəksiz diyaloqlardan, yəni sən bugün orada iş sunumu edirsənsə, iş görüşməsi eləmisənsə və söhbəti çox uzatma, söhbəti çox başqa bir mövzulara çəkmə. Çünki o insan sənin boş insan olduğunu da görməsin ki, sən otur saatlarla onunla orada söhbət edəcəksən və düşünəcək ki, bunun məndən başqa işi yoxdur, bu mənə almağa çalışır burada, mənə saatlarını sərf edib. Konkret, qısa, ondan dinlədikdən sonra sunumunu edirsən və orada satış bağlanırsa, satışını bağlayırsan, bağlanmırsa artıq follow bölməsinə keçəcəksən. Bu başqa bir təlimimizdədir. Zaman etkisindən də ehtiyat etməlisən. Vizyon, bilgi hissəsi burada bitdi və başlayırıq artıq vizyon bölməsinə. Vizyon nədir dostlar? Vizyon network marketingi necə etdiyin işin 20%-ni təşkil edir. Nə üçün etdiyin 80%-ni təşkil edir? Sən niyə görə buradasan? Niyə görə bu sektoru seçmisən və nəyə görə Greenleaf'i seçmisən? Nə üçünlərinizi yazın. Ən az 20 maddənizi yazın. Bugün bu təlimdən sonra bunu hər biriniz özünüz üçün edin. Bu çox önəmlidir. 20 maddə yazmalısınız. Baxın, mən təşəkkür edirəm Gülpəri xanım, çox sağ olun. Nə üçünlərinizi mütləq şəkildə yazın. Bu 20 maddəni yazın. 20 maddəni yazarkən siz bir 10 maddəni rahat yazacaqsınız. Yəni arzunuz nədir, xəyalınız nədir? Bunu 10 maddəni rahat yazacaqsınız. Çünki hər birimizin anında nə üçünlərimiz dilimizin ucundadır ki, soruşsan hər birimiz deyəcəyik. Amma artıq 15, 13, 14, 15 maddəyə gəldikdə biraz düşünəcəksən. Başqa nə istəyim? Başqa nə edə bilərəm? Və son 5 maddə və hətta son 3 maddə səni çətinliyə salacaq. 17, 18, 19, 20-ci maddələri sən tapa bilməyəcəksən, düşünəcəksən, beynini belə deyək, qurcalayacaqsan, beynini araşdıracaqsan ki, mən nə istəyim, mən nə üçün görüm? Baxın, elə son 3 maddəniz ki var, sizin hədəfiniz olacaq. Ev almaq istəyirəm, maşın almaq istəyirəm, bunlar şablon arzulardır, hər kəsin istədiyi arzulardır. Amma beynimizin daxilinə endikdə, ürəyimizin daxilin dərinliyinə endikdə, həqiqətən mən nə istəyirəm sualıma cavab tapdıqda, sizin məqsədiniz olacaq, nə üçünləriniz onlar olacaqlar. Ona görə də 20 maddəni yazmağı özünüzə çox görməyin. Nə üçün bu işi görməli olduğunuzu tapın və heç vaxt o nə üçünləriniz sizi bu işdən əlinizi çəkməyə qoymayacaq. Hər zaman yorulsanız, vaz keçmək istəsəniz, o nə üçünləriniz sizi təşviq eləyəcək ki, sənin məqsədlərin var idi, sən bunları etməliydin, sən 20 maddə yazmışdın, bunları etmək üçün sən vaz keçə bilmərsən, peşman ola bilmərsən. Bunu edin hər biriniz və ümumiyyətlə vizyon nədir? Vizyon görünməyəni görmək sənətidir deyirik.
Görünməyəni görmək sənəti. Bugün biz gəlirik ofisə, Greenleaf'i təqdim edirik. Hər kəs o tablonu orada görür. Amma onun arxasındakı tablonu görməkdir vizyon. O rəqəmlərin arxasında, yəni biz orada faizlərdən danışırıq, amma o faizlərin bir il ərzində 180 min manat pul qazanmaqdan danışırıq. O 180 minni özünüzdə canlandırın. Mən o 180 minni qazanmışam və mən necə bir həyat tərzim var deyə düşünün. Onu gözünüzdə canlandırın. Olmayan bir şeyi yaradın, varmış kimi görün. Görünməyəni görmək sənəti, vizyon budur dostlar. Və bir məsəl çəkəcəm burada da yenə sizə. Deməli bir üzgüçü xanım olur, adını unuttum. Okeanda böyük bir məsafəni qət etməlidir, rekor qırmalıdır. Və start verilir, xanım girir suyun altına və üzə-üzə gedib müəyyən bir yerdən çıxmalıdır. Və təbii ki, bunu gəmilərlə, qayıqlarla müşahidə edənlər var yanında. Və həmin hədəfinə çox az qalmış, yəni uzun bir yolu qət eləyir üzərək. Amma çox az qalmış xanım sudan çıxır və əlini qaldırır, pes edir ki, mən artıq gedə bilmirəm. Və çıxanda görür ki, hədəfinə çox az qalıb, əslində gedə bilərdi. Və ondan müsahibə alırlar, soruşurlar ki, niyə çıxdın? Deyir, çünki mən hədəfimi görmədim. Hədəfimi görsəydim, gedə bilərdim. Hədəfini görən hər kəs, yəni bilsək ki, bugün evdən çıxıram və yolda mənə 50 min dollar pul gözləyir, onu əmin olsaq, bilsək, hər kəs o 50 min dolların ardıcan gedər. Hər kəs o pulun dalıcan gedər və yaxud hər hansı bir xəyalını bilsə ki, gedəcək, gerçəkləşdirəcək, gedər. Amma vizyon görünməyəni görmək sənətidir. Biz görünməyəni görməliyik. Burada o məqsədini canlandıranlar, o məqsədini görənlər, onun hədəfini təyin edən insanlar sona qədər gedirlər və uğurlu olurlar. Amma məqsədindən əl çəkən insanlar artıq pes etmiş insanlardır. Təbii ki, uğur onlar üçün deyil. Uğurun əsas prinsipi nədir? Uğurlu insanların ayaq izlərini izləməkdir. Sadəcə budur. Başqa bir şans axtarmayan, başqa bir dediyim kimi sehirli çubuq axtarmayan, bu insanlar nə etdilər ki, uğurlu oldular? Dünya liderləri var. Dünyada network üzrə milyarder olan, yəni daha yüksək məbləğlər qazanan insanlar var ki, bugün Amerikanın prezidentindən soruşurlar ki, əgər sən hər bir şeyini itirmiş olsan belə, Trumpdan soruşurlar ki, əgər sən hər bir şeyini itirmiş olsan belə bugün hardan başlayarsan, deyir, mən yenə də sıfırdan network marketingdən başlayaram. Bu insanlar network marketingdə uğur qazanan insanlardırlar. Ona görə də siz yeni bir Amerika yaratmağa çalışmayın, yeni bir şeylər yaratmağa çalışmayın ki, mən neyiniyim ki, uğurlu olum. Sadəcə o insanların elədiyini eləmək lazımdır. O insanların getdiyi yolla getmək lazımdır. Necə sunum eləyiblər, necə təqdimat eləyiblər, necə çatdırıblar bunu insanlara, bunu eləmək lazımdır. Bunun üçün də dediyim kimi kitablarını oxumaq lazımdır, videolarını izləmək lazımdır. Onlar haqqında məlumatları, bilgiləri əldə eləmək lazımdır. Başqa özünüzü çətinliyə salmayın, başqa bir variantlar, başqa bir yollar axtarmayın. Sadəcə onların elədiyini eləyin. Böyük rəsm. Baxın dostlar, 300 milyard dollarlıq sektoru ciddiyə alınmalıdır. Burada 300 milyard dollar yazılır. Bu slayd çoxdanın slaydıdır məndə. Əslində bu bugün bəlkə bir 500 milyard dollara çatıb. 500 milyard dollarlıq bir sektorda danışırıq biz. 500 milyard dollar. Düşünürsünüzmü bu nədir? Bu sektor ciddiyə alınmalıdır. Bu sektorda yəni heç belə deyək də bir bilgisiz yola çıxmaq lazım deyil. Bu sektoru ciddiyə alıb, bunun təlimini almalısınız, təhsilini almalısınız, işi öyrənməlisiniz. Bu mənim işimdir deməlisiniz. Sadəcə mən networkda qeydiyyatdan keçmişəmlə olmur bu işlər. İşinizi ciddiyə almalısınız. Can yandırmalısınız, bayaq dediyim kimi. Mənimsəməlisiniz, özümünküləşdirməlisiniz. Bu proyekt mənimdir, Greenleaf mənimdir kimi hərəkət eləməlisiniz. Bu zaman uğurlu olacaqsınız. Hər il milyonlarla insana, milyarlarla dollar komissiya ödəyir bu sektor. Milyonlarla insana. Yəni mən hələ sektordan danışıram. Greenleaf'in qazanclarını zaten bilirsiniz. Belə bir sektorda çox şirkətlər var. Amma biz elə bir şirkətdə çalışırıq ki,
Yəni bu şirkətdəki pullar heç bir şirkətdə yoxdur. Ona görə də bugün burada olmağınızın qədrini bilin. Bugün Greenleaf-də qeydiyyatdan keçib sakit oturanları mən anlaya bilmirəm. Sanki şirkətə borcu var idi, borcunu verdi, 720 manat və yaxud da 170 manat borcu var idi, verdi və oturdu. Belə bu düşüncədə olmayın. Verdiyiniz pulun qədrini bilin. Olduğunuz proyektin qədrini bilin. Sizin əlinizdə elə bir fürsət var ki, bu fürsəti anlamaq lazımdır, bunu dəyərləndirmək lazımdır. Ciddi şəkildə işinizə plan qurub və bu plan üzrə işləməlisiniz. Qısa zamanlı bir iş deyil. Başladığınız andan böyük pullar qazanacağım deyə düşünməyin. Bizim bir yolumuz var. Biz o yolu getməliyik. Bizim uzun bir yolumuz var. O bir ildə bir illik binar qazancımız ki var 180 bin manat. O bir il ərzində, ən az bir il ərzində biz o sistemi qurmalıyıq. Qısa bir müddətdə düşünsəz ki, Faiq bəy bugün ofisdə təqdimat elədi, orada milyonlardan danışdı. Mən də qeydiyyatdan keçib o milyonları qazanım və qazanmadığınız halda həvəsdən düşüb geri çəkiləcəksiniz. Amma düşünün ki, öncədən bunu bilin, bunu qərarlaşdırın ki, mənim bir yolum var, mənim uzun bir yolum var. Mən o yolu getdikdə sonda o milyonları, milyarları qazanacağam. Qısa zamanlı bir iş kimi düşünməyin. Qısa yoldan varlanmaq işi deyil. Kimsə sizə deyəcək ki, misal üçün 720 ilə işə başlayırsan, platin paket alırsan, amma platin paket aldın və sən orada binardan ildə 180 bin manat pul qazanacaqsan tək binardan və bunun maaşı var, osu var, busu var. Bu belə deyil. Qısa yoldan varlamaq, bu pul yatırmaq deyil, bu qumar deyil. Biz burada bir iş qurmalıyıq, biz burada bir sistem qurmalıyıq. Sınamaq, yanılmaq işi deyil. Ümumiyyətlə, networkerlər 3 cür olur, mən hər zaman bunu deyirəm. Birinci kateqoriya məhsul arşivləri olur. Hansı şirkət gəlirsə Azərbaycana, gedirlər o şirkətin məhsulunu alırlar, istifadə edir. Buradan çıxdılar, getdilər oraya məhsulunu aldılar, oradan çıxdılar, getdilər oraya məhsulunu aldılar. Bunlar məhsul aşiqi olan insanlardırlar və harada nə məhsul varsa bunların məlumatı var. Network bunlar üçün önəmli deyil, sadəcə məhsuldur bunların əsas məqsədi. İkinci kateqoriyalı insanlar marketinqə yönəlirlər, sistem qurmağa yönəlirlər. Amma üçüncü kateqoriyalı insanlar isə məqsədli şəkildə sistem qurmağa yönəlirlər. Birinci kateqoriya, ikinci kateqoriya baxanda eyni olur, amma yox. İkinci kateqoriyamız, yəni sistem qurmağa yönələn insanlar, bir də var məqsədli sistem qurmağa yönələn insanlar. Sistem qurmağa yönələn insanlar deyir bir girin baxım. Bir girin baxımcılar deyirik biz onlara. Girin baxım, görün burada nə var? Yeni bir şirkət gəlib Azərbaycana. Görün burada nə var? Onlar da uğurlu olmayacaqlar. Amma üçüncü kateqoriya az insan ki var, çox azdır bu insanların sayı. Məqsədli şəkildə mən burada uğurlu olacağım deyib, planlı şəkildə işə başlayırlar, hədəf qoyurlar özlərinə. Bəli, bu insanlar uğur qazanan insanlar olacaqlar. Dəyişmək lazımdır. Əgər bir öncəki şirkətdə çalışmışsınız, uğur qazana bilməmişsinizsə və yaxud da qazanmışsınız, amma kifayət qədər deyil. Mən də dediyim kimi, bundan öncə 2 şirkətdə çalışmışam, yaxşı da pullar qazanmışam. Amma bugün buradayamsa, demək ki, onlar məni qane eləməyiblər. Mən öz potensialımı bilirəm, mən öz bacarığımı, həvəsimi bilirəm, mən bu sektorun dəyərini bilirəm, ona görə daha yaxşısına layiq olduğumu bilirəm. Buna görə də öncəki Lamiyyədən indiki Lamiyyəni dəyişdirməliyəm mən. Öncəki Lamiyə bugün əgər xəyallarını gerçəkləşdirə bilməyibsə, arzularına çata bilməyibsə, demək ki, eyni şəkildə davam eləsəm, sabah da mən xəyallarım gerçəkləşməmiş olacaq. Mən bugün sabah üçün özümü dəyişdirməliyəm, mütləq şəkildə dəyişdirməliyəm və nəyi dəyişdirməliyəm? Duruşumu dəyişdirməliyəm, baxışımı dəyişdirməliyəm, danışığımı dəyişdirməliyəm. Oxumalıyam. Əgər bugünə qədər mən kitab oxumamışamsa, mən kitab oxumağa başlamalıyam. Hobbilərimi dəyişdirməliyəm. Əgər mən boş vaxtımda, deyək ki, bütün günü evdə, telefon əlimdə, TikTokda gəzirəmsə, mən boş vaxtımda çıxıb insanlarla ünsiyyət qurmağa çıxmalıyam, getməliyəm ofisə və ya da hər hansısa bir parkda gedib gəzməliyəm, insanlarla ünsiyyətdə olum, çevrəmi genişləndirim, dostlarımı dəyişdirməliyəm. Bugün əgər mənim bugünə qədərki dostlarımla mən bir iş görməmişəmsə, sadəcə bütün günüm lağ-lağayla keçibsə, boş günlər keçirtmişəmsə mən o dostlarla və o dostlarımın heç biri bugün uğurlu deyillərsə, mən o dostlardan uzaqlaşmalıyam. İstər canım, ciyərim olsunlar, o dostlardan mən uzaqlaşmalıyam. Çünki belə bir söz də var, yəqin ki, çoxunuz eşitmişsiniz. Çevrəndəki
çevirəndə əgər 4 milyoner varsa, 5-ci milyoner sən olacaqsan. Çevirəndə əgər 4 kasıb varsa, 5-ci kasıb sən olacaqsan. Çünki çevirə bizi formalaşdırır. Mütləq şəkildə çevirə bizi formalaşdırır. Çevirəmizi elə qurmalıyıq ki, bizi formalaşdıran çevirəmiz yaxşı şəkildə formalaşdırsın bizi. Aşağıya doğru çəkməsin, yuxarıya doğru çəksin. Münasibətlərimizi dəyişdirməliyik, dediyim kimi. Təşəkkür edirəm. Münasibətlərimizi dəyişdirməliyəm. Yəni, öncəki çevrəmdən yenə də danışıram. Çevrəmi, əgər dediyim kimi, o çevrə məni bugün yaxşı səviyyəyə çatdırmayıbsa, kim olursa olsun, o insana sərhəd qoymağı bacarın. Əgər o insan sizi sizin zamanınızı boşa xərcləmək üçün çağırırsa, mən gəlmirəm deməyi bacarın, yox deməyi bacarın. O insanlardan uzaqlaşın və özünüzə çox gözəl bir çevrə qurun. O çevrə ilə uğurlu yolunuza çıxın, davam edin. Hədəf qoymaq, planlamaq lazımdır. Hədəfsiz heç bir iş mümkün deyil və hədəflərinizi təşəkkür edirəm. Hədəflərinizi dəqiq hədəflər qoymalısınız. Dəqiq hədəflər. Yəni, rəqəm yoxdursa bir hədəfdə, o hədəf deyil. Rəqəmlərinizi təyin edin. Mən varlı olmaq istəyirəm deməyin. Varlı olmaq sənin üçün nə deməkdir? Kimisi üçün 10 milyon dollar qazandıqda varlı hiss eləyəcək özünü, kimisi 100 milyardlarla dollardır onun hədəfi, o zaman varlı hiss eləyəcək özünü. Sənin üçün varlı olmaq nə deməkdir? Sənin üçün çox pul qazanmaq, o çox məbləğ nədir? Onu təyin elə və o məbləği qoy qarşına ki, mən 1 il ərzində bu pulu qazanmaq istəyirəm, mən 3 il ərzində, 5 il ərzində bu pulu qazanmaq istəyirəm və hədəflərinizi də təbii ki, qısa vədəli və uzun vədəli təyin eləməlisiniz. Əgər 1 ilə mən 100 min dollar pul qazanacağım deyə hədəf qoysanız, ilk başladığınız il bu sizin üçün çətin ola bilər, mümkünsüz ola bilər və hədəfi yerinə yetirmədiyiniz üçün sizin motivasiyanız düşmüş olacaq. Ona görə də hədəflərinizi həftəlik, aylıq, illik, 3 illik, 5 illik olaraq planlaşdırın və qısa ilk sizin hədəfiniz nə olmalıdır? İşə yeni başlamışsınız, sadəcə 2 insanla iş birliyinə başlamaq hədəfini qoyun. İlk komissiyanızı qazanın. Kiçik hədəflərdən başlayın. Yəni, bugün bilirsiniz ki, bizim qazanclarımız gündəlik qazanclardır. İlk hədəfiniz olsun. Mən ilk hədəfimi formalaşdırıram. Mən 2 nəfərə distribütörlük eləyəcəm və o 2 nəfərə görə mən 230 manat pul qazanacağam. Bu mənim ilk komissiyam, ilk uğurum olacaq. İlk hədəfimin keçmiş olacağam və bu mənə böyük bir motivasiya verəcək. Başqa bir hədəfim üçün, növbəti hədəfim üçün irəliləmiş olacağam. İllər alacaq hədəfləriniz olmalıdır. Bir də uzun vədəli hədəflərdə. Yəni bir 3 illik, 5 illik hədəflər qoyun. Bunu da mümkün hədəflər qoyun. Dediyim kimi, qısa vədədə böyük məbləğlər, mən təşəkkür edirəm. Qısa vədədə böyük hədəflər qoyub, mümkünsüz hədəflər qoyub, özünüzü motivasiyadan salmayın. Planlamanızı doğru eləyin. Taahhüd və öhdəlik. Edənlər ilə xəyal edənləri ayıran ən böyük özəllikdir bu. Bir var edənlər, bir var sadəcə xəyal edənlər. Bunların fərqi taahhüd və öhdəlik alanlardır. Yenə də mən özümdən misal çəkəcəm. Bundan öncəki şirkətimdə çalışanda bizdə Antalyada bir kampımız olacaqdı və o kampda o kampa son 1 ay qalmış belə bir açıqlama oldu ki, son 10 gün qalmış. Son 10 gün qalmış belə bir açıqlama oldu ki, 10 gün ərzində, son 10 gün ərzində ən çox distribütör alan 3 lider səhnədə çıxış eləyəcək. Və o da bildirim ki, binar sistemi idi. Yəni, günəş sisteminə, Unilevel sisteminə distribütör almaq asandır, bilirsiniz də. Hər kəsi qeydiyyat ilə distribütör al. Amma mənim o şirkətim də binar sistemi idi. Ən çox distribütör alan 3 lider dedilər Antalya səhnəsində çıxış eləyəcək. Və bunu Zoom'da açıqladılar bizə. Mən Zoom bitməmiş, Zoom davam eləyərkən çıxdım və orada liderimə yazdım ki, WhatsApp'dan yazdım ki, mən o səhnədə olacam. Mən ona taahhüd verdim. Əslində bu bir standart bir rəqəm də deyil.
ən çox distribütör alan, mən bilmirəm ki, bu düşünün ki, Türkiyə, Azərbaycan, bütün dünya üzrə ən çox distribütör alanlardan söhbət gedir. Əgər desəydilər ki, 5 distribütör alan səhnədə olacaq, 10 distribütör alan səhnədə olacaq, bizim dəqiq bir hədəfimiz olacaq da, biləcəkdim ki, mən 10 distribütör almalıyam ki, o səhnədə olum. Amma ən çox distribütör alan deyildi və bilinməyəni, o vizyondan ki danışırıq, görünməyəni görməkdən ki danışırıq, bilinməyən bir şey üçün mən taahhüd verdim ki, mən o səhnədə olacağam. Və oldum. Son 10 gün ərzində 6 distribütör alan olaraq mən o səhnədə oldum. İkinci oldum. Məndən birinci yerə çıxan 8 distribütör almışdı. Mən 6 distribütör almışdım və üçüncü yerə çıxan 5 distribütör almışdı. Mən o səhnədə oldum. Yəni düşünün ki, mümkünsüzü mümkün elədik. Taahhüd bu deməkdir. Mütləq şəkildə taahhüd verin. Təşəkkür edirəm Pərvanə xanım. Mütləq şəkildə taahhüd verin. Yəni bunu sizdən məcbur eləyəcək bir insana taahhüd verin. Ya öz liderinizə verin bunu. Əgər liderinizlə münasibətinizdən asılıdır. Bu münasibəti də elə qurmalısınız ki, sizin aranızda bir lider münasibəti mütləq şəkildə olmalıdır. O sizdən tələb eləməlidir. Çünki networkda müdür yoxdur deyə arxayınçılıq olur. Amma liderə siz o haqqı verməlisiniz ki, sizdən tələb eləsin. Yox, əgər egonuz varsa, liderinizə bunu etmək istəmirsinizsə, ki olmamalıdır bu ego, ailə üzvlərinizdən sevdiyiniz, sizə dəyər verən bir insana bu icazəni verməlisiniz. Mən sənə taahhüd verirəm, mən bunu öhdəlik alıram, mən bunu edəcəm. Nə vaxtsa etməsəm, nə vaxtsa öhdəliyimdən boyun qaçırsam, nə vaxtsa hədəfimdən vaz keçsəm, məni uyar, məni danla, məni gərəkirsə döy, necəsə məni təkrar yoluma qaytar deyə taahhüd verməlisiniz. Elə et ki, mən verdiyim taahhüdü unutmayım. Bunu tək başınıza edə bilmərsiniz. Çünki insan özü-özünə şıltaq ola bilir. Yəni etmirəm deyə bilir. Amma qarşıdan bir nəfərə siz bu icazəni verməlisiniz ki, o insan sizdən tələb eləsin. Bunu da mütləq şəkildə taahhüdünüzü təyin eləyin, kiməsə öhdəlik verin. 4 əsas prinsipimiz var. Proaktiv olmaq, işə sondan başla, zaman qaldıracını işlət, zehnini yenilə. Ümumiyyətlə, məndən soruşsanız ki, bir kəlmə nə deyə bilərsən bu işdə uğur qazanmaq üçün, sadəcə onu deyirəm ki, proaktiv ol, reaktiv olma. Proaktiv olduğun halda səni heç nə yolundan döndərə bilməyəcək. Çünki proaktiv nə deməkdir? Hər şeyə çözüm tapan insandır, proaktiv olan insanlar. Çətinliklər var, hər işdə olduğu kimi, problemlər var, hər işdə olduğu kimi. Şirkət Azərbaycanda yenidir, müəyyən bir 8200 çeşidi var korporasiyanın, bizdə cəmi 105 çeşidi var. Sən buna reaktiv olsan ki, niyə bizdə 105 çeşid var, niyə bizdə falan məhsul yoxdur deyə düşünsən, uğur qazana bilməyəcəksən. Və yaxud da seminarlarımız olur. Seminara gəlmək üçün, ay mənim yolum uzaqdır demə. Mən probkada, tıxacda qalıram demə. Mənim ailə vəziyyətim o deyil demə. Hər bir problemə çarə tap. Hər bir məsələyə çözüm tap. Bunu özün üçün elə. Bu heç kəs üçün lazım deyil. Sənin bugün bu seminarda iştirak eləməyin sənin üçündür. Çünki neçə nəfərimiz var? 53 nəfər varıq burada. 53 nəfərdən bir nəfəri olmasa belə, çıxsa belə seminardan, webinardan, o özünə etmiş ol. 52 nəfərlə mən zaten bunu davam eləyəcəm. Amma kimsə desə ki, mənim başqa işim var, mən çıxıram, o onu özünə etmiş olacaq. Ona görə də hər bir problemə çarə tapmağa çalışın. Reaktiv olmayın qətiyyən, proaktiv olun. Bu zaman sizi heç nə həvəsdən sala bilməz. Problem var? Var. Tamam, problem varsa problemin həlli də var. O həllə odaqlanın. O çarəyə, çözümə odaqlanın. Problemə odaqlanmayın. İşə sondan düşünərək başla. İşə başlayırsan və bu işin sonunda dediyim kimi o vizyonu aç, nə istədiyini təyin elə və oradaymış kimi qəbul elə özünü. O qədər inan. Çünki işin məğzi inanmaqdır. Sən inanmalısan ki, insanları inandıra biləsən. O qədər inanmalısan ki, sən o istədiyin hədəfə çatacaqsan. Sən o sona çatacaqsan. O sonda özünü görməlisən. Və o sonda yanmış kimi düşünüb yola davam eləməlisən, yola başlamalısan. Bunun üçün deyirik, işə sondan düşünərək başla.
Zaman qaldıracını işlət. Bizim işimiz binar sistemidir. Bizim işimiz Günəş unilevel deyil ki, tək özümə odaklanım, mən hər gün bura qeydiyyatlar almağa çalışım, hər gün mən insanlara sunum eləyim, özüm üçün referans olum insanlara. Bu deyil bizim işimiz. Bizim işimiz dediyim kimi, 2 potensial müştəri lazımdır bizə. 2 potensial müştərini aldınsa, daha sonra zaman qaldıracını işlətməlisən. O 2 nəfərə də bu işi öyrətməlisən. O da öz 2 nəfərini dəvət eləyə bilsin. Zaman qaldıracı nə deməkdir? Hər birimizin 24 saatımız var, düzdürmü? Hər bir insanın 24 saatı var. Amma bugün mənim komandamda 10 insan varsa, demək mənim 24 saatım yoxdur, mənim 240 saatım var. 100 insan varsa komandamda, demək mənim bir gündə 2400 saatım var. Sənin 24 saatın var, mənim 2400 saatım var. Ona görə də komandanızdakı insanların sayının artmasına özen göstərin. Özünüzə yox, özünüzə yeni referanslar almağa yox. Təbii ki, sizinlə işləmək istəyən insanlar olacaq. Onlara da deməyəcəksən ki, mən işləmirəm, mənim 2 nəfərim var, 3-cüyə ehtiyacım yoxdur. Təbii ki, o 3-cüyə də, 5-ciyə də, 10-cuya da yenə də dəstək olacaqsan. Amma özünə odaklanmamalısan. Əsas məsələ komandana odaklanmalısan, komandanın inkişafına zaman ayırmalısan ən çox. Və burada 3 məsələ var, 3 proses var, belə deyək. Birincisi öyrənməlisən, ikincisi öyrətməlisən, bildiyini öyrədirsən, üçüncüsü isə öyrətməyi öyrətməlisən. Sən öyrəndin və kiməsə öyrətdin, öz distribütörünə öyrətdin və o da öyrətməyi bacarmalıdır. Sən ona öyrətməyi öyrətməlisən. Təkcə sənin işin burada bitmir ki, mən o 2 nəfərə öyrətdim, daha sonra o 2 nəfərin də gətirdiyi 2 nəfərə mən öyrədim, 4 nəfərlə də mən məşğul olum, yox. 8 nəfərlə də mən məşğul olum, yox. Sən artıq bir yerdən sonra zaman çatdıra bilməyəcəksən. Sən insanlara özünü kopyalamalısan və kopyalatdırmağı öyrətməlisən. Zaman qaldıracı bu deməkdir. Zehnini yenilə. Yenə bir məsəl danışacağım. Yəni bilirsiniz ki, hekayələr insanların beynində bir yer alır, bir qalır. Yəni nə qədər söz danışmaqdansa bir hekayə insanda daha yadda qalan olur. Buna mişarını, kəsənini, belə bıçağını deyək, itilə deməkdir. İtilə deyirik biz buna. 2 odunçu olur və bu odunçulardan biri dayanmadan meşədə odun kəsir, dayanmır odun kəsir və biri isə biraz kəsir, dayanır, dincəlir. Daha sonra mişarını itiləyir, təkrar başlayır kəsməyə və günün sonunda dayanmadan çalışan odunçu digər odunçudan daha az odun kəsmiş olur və soruşur ki, niyə mən səndən az odun kəsmişəm? Axı mən dayanmadan işləmişəm. Digər odunçu ona cavab verir ki, mən dayandım, özümü yenilədim, mişarımı itilədim. Artıq yorulduğumu hiss elədim və özümə fasilə verdim. Yəni bizim işimiz zamansız bir işdir, amma bu demək deyil ki, biz 7-24 işləməliyik. Biz arada bir özümüzə istirahət verməliyik, beynimizi yeniləməliyik, beynimizi gözəl enerjili işlərlə yeniləməliyik. Sənə xoş olan nədir? Gəzməyi xoşlayırsansa çıx tək başına gəz. Kitab oxuyaraq yenilənirsənsə kitab oxu. Film izləyərək yenilənirsənsə film izlə. Zehnini bir müddət işdən ayır. Yəni zehnini yenilə. Bu zaman sən sabahki günə daha enerjili şəkildə başlayacaqsan. Amma əsla ara vermə. Zehnini yenilə deyirik, özünə fasilə ver deyirik, amma əsla ara vermə. Bir düşün ki, dağın başına bir topu qaldırırsan, bir dağ təsəvvür elə, gözündə canlandır və əlində bir top var. Böyük bir top deməkdir, böyük bir qaya var, belə deyək. Və o qayanı sən yuxarıya doğru diyirliyə qaldırırsan və əlini o qayadan çəksən, nə baş verəcək? Qaya yumru bir qayadır. Qaya sürətli şəkildə aşağı enəcək və olduğu yerdən belə geriyə gedəcək. Düzdürmü? Çünki o yuxarıdan sürətli şəkildə getdi. Əgər sən ara versən, əlini tamamilə işindən çəksən, bu zaman sən sıfıra deyil də olduğun yerdən belə geriyə getmiş olacaqsan. Nə qədər işləsən də, nə qədər özünə bir günmü, bir neçə saatmı, bir neçə günmü özünə fasilə versən də, əsla əlini işindən çəkmə, ara vermə. Daimilik. Bir su qədər inadkar ol deyirik.
Düşünün ki bir damcı su, yani bir yerdə bir damcı su axır. Daima axır o, düzdürmü? Bir damcı su əslində bir daşa heç nə eləyə bilməz. Axıb üstündən gedəcək. Amma daima bir yerə axan su, bir damcı, o daşı bir gün deşəcək, dələcək. Düzdürmü? Əzmkar və qərarlıqda ən az su qədər inadkar ol deyirik. Bir işi, xırda bir işi, bizim işimiz sunum etməkdir, bizim işimiz təqdimat etməkdir. Biz bunu davamlı olaraq etməliyik. İnsanlara, yəni deyək ki, mən bugün 50, yəni müəyyən bir zaman ərzində, deyək ki, bir ay ərzində, bir il ərzində mən 50 insana sunum etdim, bu insanlar mənə yox dedilər. Normaldır, çünki əgər işə yeni başlamışamsa, mən təcrübə toplayana qədər insanların mənə yox deməsi normaldır. 50 insana yox danışdım, mənə yox dedilər. 70 insana danışdım, mənə yox dedilər. 90 insana danışdım, mənə yox dedilər. 99 insana danışdım, mənə yox dedilər. Və mən artıq pes edib geri çəkilirəm. Amma düşün ki, 100-cü insan bir Faiq Amanov ola bilər sənin komandanda. 100-cü insan bir Malik bəy ola bilər sənin komandanda. Sən nə zaman pes etməyi düşünsən, sən nə zaman vaz keçməyi düşünsən, düşün ki, bəlkə mənim növbəti sunumum uğurlu olacaq və o insanla bərabər mən böyük bir komanda quracam. Həmişə bunu gözünüzün önündə götürün, bunun gözünüzün önündə olsun. Çünki siz nə qədər davamlı etsəniz bu işi, bir gün o uğuru yaxalayacaqsınız, bir gün o uğuru siz qazanacaqsınız. Dayanmadan, pes etmədən, yorulmadan. Türkiyədə bir lider var idi, öz həyat hekayəsini danışırdı. Dedi, mən bir il ərzində hər gün eyni işi gördüm, hər gün mən yorulmadan, bezmədən, usanmadan mən hər kəsə təqdimatlar edirdim. Amma heç kəs mənə hə demirdi, mən 1 lira belə pul qazanmadım. Amma bir ildən sonra o insan Türkiyənin ən çox pul qazanan insanlarından biri oldu. Bir gün o uğuru yaxaladı. Ona görə də siz əgər məqsədli, planlı şəkildə hər gün eyni işi görsəniz, inanın ki, bir gün o uğuru qazanacaqsınız. Ünsiyyət qurmalısınız. İnsanlarla, ünsiyyət ümumiyyətlə, hörmətlə birləşən dostluq deməkdir. İnsanlarla dost olmağı bacarın, insanlarla ünsiyyət qurmağı bacarın. Bizim işimiz insanlarladır. Biz nə qədər çevrəmizə çox insan toplasaq, nə qədər insanlarla səmimi olsaq, rahat olsaq, o insanlarla biz çox gözəl işlər görə biləcəyik. Biznes doğru kontaktlar üzərinə qurulmuş əlaqələr sənətidir. Biznes doğru kontaktlar üzərinə qurulmuş əlaqələr sənətidir. Ona görə də yeni insanları həyatınıza alın. Biz isim listəsi yazacağıq, növbəti təlimlərdə bunu keçəcəyik. İsim listəsindən siz 100 nəfəri yazdınız, bugün tanıdığınız, həyatınızda olan, kontaktınızda olan 100 nəfəri yazdınız. Bəs o 100 nəfər bitəndən sonra nə edəcəksiniz? Bəlkə o 100 nəfərin hamısı sizə yox dedi. Bəs 101-ci insanı hardan tapacaqsınız? Ona görə də daima siz yeni insanlarla ünsiyyət qurmalısınız, tanımalısınız və daima isim listəsini güncəlləməlisiniz. Ünsiyyət hər gün əlaqə saxla. Kiminlə əlaqə saxlamalısan? Dəvətlin varsa, komandan varsa, komandandakı insanlarla əlaqə saxlamalısan. Ya qrupda onlarla ünsiyyətdə olmalısan, ya səninlə birə-bir çalışan insanlar varsa, onlarla hər gün kontaktda olmalısan. Öz liderinlə hər gün kontaktda olmalısan. Hər gün liderinə bir məsələ haqqında məlumat ver, bir izahat ver. Mən bugün bunu elədim. Yenə dediyim kimi, biz özümüzü öz başımıza buraxsaq, heç nə eləməyəcəyik. Amma özünə de ki, və yaxud da liderinə de ki, mən hər günün sonunda sənə izahat verəcəm. Mən bugün falan işi gördüm, mən bugün falan insanla danışdım, uğurlu oldu mu, uğursuz oldu mu, səhvlərim üzərində işləyək denən liderinə. Yəni bu şəkildə hər gün əlaqədə olmalısan. Tək başına görülən bir iş deyil bizim işimiz. Qazandırmağı düşünməlisən. Yenə dediyim gibi bizim işimiz qazandırarak qazanmaqdır. Biz öz qazancımızı değil, insanları qazandırmağı düşünməliyik. Çünki ağıllı lider zaten bilir ki, qazandırdıqda biz özümüz də qazanmış oluruq. Çünki bizim matching qazancımız var. Ona görə də insanları qazandırmağa çalışın. Əl çatan ol. Əgər komandan varsa, sənin dəvət elədiyin insanlar varsa, o insanların bir gün, bugün bəlkə sənə ehtiyacı var və elə bir sual gəlib o insana ki, yenidir, bilmir bu sualın cavabını və səndən tez bir zamanda onun cavabını almaq istəyir, amma sən mesajlara baxmırsan, zənglərə cavab vermirsən. Ona görə də bu məsuliyyəti alırsan, komanda qurmusansa, komandan üçün hər zaman əl çatan olmalısan.
Önemli xatırlatmalar. Həftəlik toplantılarda daima komandanızla birlikdə hazırlıqlı olun. Mütləq şəkildə iştirak eləyin. Toplantıların önəmini göz ardı eləməyin. İstər seminarlar olsun, istər webinarlar olsun. Toplantılarda iştirak eləmək bizim işimizin yüksək faizini təşkil eləyir. Komandanızdakı insanlarla pul alış-verişi etməyin. Çünki bu lider eğer komandasındaki bir insana pul borç veribsə, bu ya o pulu almamalısan. Çünki sen o insana puldan, imkandan, vardan, dövlətdən danışmısan. Kimsə səndən pul alırsa, pul istəyirsə, sən ona verməməlisin. Yəni deməlisən ki, bu bizim işimizə tərsdir. Biz aramızda pul alış-verişi etməməliyik. Liderlərimiz bizə icazə vermir. Çünki o pulu sən ona verirsənsə almamalısan. Çünki axı sən onun liderisən, sən onun gözündə kiçilmiş olacaqsan. Sənin vizyonuna aşağı salmış olacaq. Və bütün görüşlərdə şık görünün. Bunu da bayaq bildirdim. Bu qədər dostlar. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Mənim açımdan çox gözəl bir təlim oldu. Çox belə deyim, həvəslə danışdım. Çox sizlərə faydalı olmağa çalışdım. İnşallah ki, sizlər üçün də dəyərli bir təlim oldu. Təşəkkür edirəm.